Salam əziz dostlar, hər vaxtınız xeyir, xoş gördük sizi. Mən Atalin Əhmədov, məntiq üzrə təlimçi. Son keçirilən vergi orqanları üzrə qəbula düşmüş sualların ilk dəfə olaraq izahına baxırsınız. Qeyd edeyim ki, burada sizinlə bərabər video bir neçə hissədən ibarət olacaq. İlk hissənin izahını paylaşıram sizinlə. Bu imtahanda qəbula düşən sualların böyük əksəriyyəti bizimlə hazırlaşan, bizim kanalı izləyən hər kəs tərəfindən bililir. Hamısı bizim bu sınaq topusunun içində belə var. Sizə məlumat verim, açıb baxa bilərsiniz özünüzdə. Plus əlavə olaraq, əslində imtahan o qədər çətin deyil də abstrakt hissəsi, amma rəqəmsal hissəsi sözün əsl mənasında vahimə idi və sizi o suallarla tanış edəcəm ki, baxın görün nələr yazmısınız, niyə oradan 8 dənə sual yaza bilərdiniz, 7 sual tapmaq üçün ümumiyyətlə vaxt çatmaya da bilərdi. İndi siz istəyirəm sadə suallardan başlayım izah eləmək üçün. Yəni, hələ cavablar açıqlanmayıb, ən azından düz suallarınızın sayını daha çox biləsiniz. Və videoya keçməmişdən də əvvəl kanalı bəyənin və kanala abunə olun dostlar. 2 üstü 134 yadda saxlayın. 2-dir, 3-dür, 7-dir, 8-dir, 9-dur, 4-dür. Bunların üstü nə olursa olsun bölürsən 4-ə. Yəni 134-ü böldün 4-ə 33 dəfə çıxdı 132-ni qaldı 2. Bax bu qalığı əgər qalıqca aparıb həmin ədədin üzərinə yazsan 2-nin kvadratı bərabərdir 4. Bu burada nə? B bəndi. Aşağıdakı sual imtahana getməmişdən bir həftə əvvəl sizinlə bərabər bunun izahını vermişdim bu sualın. Burada qıraqlara bitişik idi. Burada isə ortadadır. Heç nə dostlar, fiqur hərəkət edir sadəcə olaraq. 1, 2, 3, 4. Sətr üzrə də baxa bilərsiniz, sütun üzrə də. 1, 2, 3, 4. Yəni bu gördüyünüz misalda bu birdə içindarda olmalıdır. Sağ tərəfdə, ortada. İndi sağ tərəfdə ortadadırsa, indi harda olacaq? Növbəti səfərsində. Aşağı tərəfdə. Aha. Aşağı hissədəki fiquru da tamamlasanız, solda çındıbarda olmalıdır. Sol yuxarıda. Doğru variantınız B bəndi. Qeyd edeyim ki, burada yazılan variantlar, deyilən testlər dostlar, imtahan sualları ilə variant olaraq eyni olmaya bilər. Yəni onu nəzərə yetirin ki, mən A yazmışdım, B yazmışdım. Burada tamamilə fərqlidir. İndi test edirəm digər suala. E, Dediyim kimi tələbələrin yadında qalan suallardır. Gəlib dedikləri hissələrdir bu suallar da. Deyir döşəmədə pilləkənlə qalxan adam hər addımda 2 və ya 3 pillə qalxır. Birinci döşəmənin maksimum sayı məndə. Siz fikir versəniz 12-yə qədərdir. Ona görə döşəmədəki pilləkəni 12-yə qədər yazmağınız məsləhətdir. Düzdür. Ekranın bir tərəfi də bura gedib. İndi buranı saxlayıram hər ehtimala qarşı. İndi istəyirəm sağ tərəfdən yazım. Döşəmə 1, 2, 3, 4, 5, 6, 7. İndi siz döşəmə ilə bağlı geniş formatda ola bilər izahla tanış olmaq istəsəz, elə sınıq pilləkən yazın. Yəni bunu demək olar ki, Azərbaycanda olan hər kəs bizim izahla tanıyır və bilir ki, pilləkən məsələsi bir neçə dəfə və bu artıq üçüncü səfər ki, Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbula düşür. Neyniyərdim? Qəşəng gəlirəm. Ya deyir ki, 2, 3 qalx. Amma deyir 6-cı pilləndə sındıracaqsan. 9-cu pilləndə sındıracaqsan. Qalxaq. Birinciyə gəlməyin yolu 0. 2-yə 1. 3-ə 1. 4-ə 1. Buradan sonra Fibonacci-ni işə sala bilərsiniz. 5. Özündən əvvəl gələn ikincinin və üçüncünün cəmi. Yəni 2. 7. Özündən əvvəl gələn 2 və 3-ün cəmi. 3. 8. İkincinin və üçüncünün cəmi olduğuna görə alınır. Elə 2. 10. 2 ilə 3-ün cəmidir. 5. 11. 2 ilə 3-ün neçə illidir? 2. 12 isə 5 və bu isə 12-də də 5-dir. Biz normalda öyrəşmişdik ki, bizdən soruşsun ki, nəyi tapacaqsınız, nə edəcəksiniz? Deyir ki, tapın görək nələr doğrudur. Deyir 7-ci pillə çatmayan variantı, 11-ci pilləyə çatmayan var bir ədəd çoxdur. 7-ci pillədə 3-dür, 11-də 2-dir. Aha, bir doğrudur. 2. Deyir 5-ci pilləyə çatmaq variantlarının sayı 8-ci pilləyə çatmaq variantlarının sayından azdır. 5-ci pillə ilə 8-ci pillə eynidir. Səhvdir. 3. 7-ci pilləyə deyir çatmaq variantının sayı 4-cü pilləyə çatmaq variantının sayından
2 dəfə çoxdur. Əslində 2 dəfə yox, neçə dəfə çoxdur? 3 dəfə. 4. 12-ci pilləyə çatmaq variantlarının sayı deyir, göstərən ədəd cütdür, səhvdir. Sonra növbəti doğru 5 idi. Deyir 5-ci və 8-ci sayı eynidir. Bəli. Bir də yuxarıda 6-cı hissə var. Deyir 5-ci və 11-ci pillələrə çatmaq variantlarının sayı eynidir. 5-ciyə və bir də 11-ciyə. Bəli. Cavab 1, 5, 6. Sonra keçid edirəm tərəziyə. Tərəzi bizim son keçirdiyimiz sınaqda da vardı deyə. Sadəcə olaraq imtahanda işarələr dəyişmişdi. İstəyirəm bunu elə olduğu kimi izah edeyim. Mən sınağı necə salmışam silə. Soldan bir ulduz, sağdan bir ulduz silirəm. Dairə bərabərdir. Bir kvadrat, bir ulduza. Dairələrin yerinə gətirib 3 kvadrat və 3 dənə ulduz yaza bilərsiniz. Kvadratlar gedir. Kvadratın biri bərabərdir 3 dənə ulduza. Həmçinin belə çıxır ki, dairə nəyə bərabərdir? Bir dənə, 4 dənə ulduza. Dairəni yerinə gətirib 4 dənə ulduz yazaram. Kvadratını yerinə gətirib 3 dənə. Alınır 7 ulduz. Əgər kimsə qəbulda 7 ulduz yox, şərt deyil. 7 dənə üçbucaq yazmısanız. Cavab elə oldu. Növbəti 5-ci sualla bağlı barmaq məsələsidir. Bu sual da Dövlət İmtahan Mərkəzinin öz kitabında olan sualdır. Bu arada yəni inanıram ki, burada dediyim kimi abstrakt hissəsə biraz rahat gələ bilər. Buradan indi çətin sualların bəzilərini də saxlamışam. Onları videonun ikinci hissəsində həll edəcəm. Əgər bura qədər də videonu izləmişsə, dostlar, videonu bəyənməyi unutmayın. Və səsimə görə də üzrlü sayın, biraz xəstələnmişəm. Gərgin iş qrafikindən sonra. Demək yazıram, bax, 1, 2, 3 və 4. 1, 2, 3 və 4. Bax, bu 1. Yuxarılanda mən deyim, bir dəfə səhv çıxır. Qalan hamısında doğrudur. Bu 2. Bir dəfə solunda 1 var, düz çıxır. Qalan hamısında yanlışdır. Bu gördüyünüz 3. Bir dəfə nə vaxt danışır doğrunu? 4-də. Qalan hamısı yanlışdır. 4 isə bir dəfə özündə doğru çıxır. Qalan hamısında yanlışdır. Bəs yaxşı müəllim, əgər belədirsə neyniyək? 3 yalan, 1 doğru. 3 yalan, 1 doğru. 3 yalan, 1 doğru və 3 doğru, 1 yalan. Onda burada dostlar nə olur? Olur. Məndən də soruşur ki, deyir, doğru cavab verənlərin sayı yalan cavab verənlərin sayından çoxdursa. O da hansındadır? D bəndi. Yəni nə? Dördüncü. Dediyim kimi bu sual da asan suallar çərçivəsində yazmısınızsa əla. Sonra keçən həftə sınaqda saldığım suallardan biri də buydu. Bunun kvadrat formasında. Neynir dostlar? Hər dəfəsində sağdan bir xəttin silir, soldan bir xəttin. Yenə bax, buradan indi soldan bir xətt silib, sağdan bir. Sən bilirsən ki, bu xəttlər silinəcək, amma nə qalır? C, B, A, hamı elə bilir ki, misal səhvdir. Əslində dostlar, misalda D bəndidir. Niyə? Biz heç vaxt bunun orta hissəsini görmürük deyə bilmirik. Oradakı fiqur bizim üçün nədir? Aha, qaldı bir dənə nə? D variantı. Boşluqda ola bilərdi. Bu variantda götürmüsünüzsə doğrudur. Növbəti 7-ci sual. Demək olar ki, dünəndən bəri çox adam soruşduğu suallardan biri budur ki, müəllim, bu sual neyini? Əslində dostlar, burada üçbucaqdır taliyi həll eləyən. Niyə? Bir dəfə ağzı yuxarı baxır, bir dəfə ağzı sağa. Bir dəfə ağzı yuxarıdırsa, düşbucağın ağızlara baxan lazımdır aşağı. B gedir. Sonra nə gəlir? Üçbucaq. Hər dəfə də bir dairə, romb. İndi D bəndi ona görə səhvdir ki, ardıcıllığı pozulur. Bəs C bəndi niyə səhvdir? Çünki rombdan sonra dostlar, yeni fiqur əmələ gəldi. Yəni, üçbucaq, təzədən üçbucaq yox. Nə? Beşbucaq. Keçid eləmək istəyirəm. Digər 8-ci suala. Yəni, rahat bir sual idi. Verilən bu misalda da, bu gördüyünüz hissədə. Bu, hər dəfəsində fiqurun birincisi dairəsini silir, sonra kvadratı silir, sonra rombu silir. Bir də nə qalır? Dairə.
B bəndi. Sonra 9-cu sual. Hə, bu da gizlən zəvər sınaqda saldığımız, nəinki sınaqda, test toplumumuzda da var bu. Bizim sınaqda. 6-cı sınavın sualıdır elə. Əgər onu tapsam sizə göstərəcəm. 6-cı sınavın sualıdır. Misal olaraq. Deyir bir dənə burada fərq olan nədir? Deyir fiqur variantları fırlatmamaq. Apar qoyuram. Apar deyir qoyaq da. Bax gördüyünüz misalda 1 5-ci deyib ha burada. Baxın 4. Gəlir bax bura. Daha sonrasında bax bu gördüyünüz 3. Gəlir bax bura. Bir də 2. Bax bu hissədə. Yəni imtahanda birdən başqa 2 3 4 5. Növbəti suala keçmək istəyirəm 10-cu misal. Bu da bayaq işlədiyimiz digər fiqur kimidir. Saya bilərdiniz dostlar, addımlamadı. Elə bilin fiquru bölürük yerə bu hissədən. Yəni belə özüm bölürəm ki, rahat görəsiniz. Bura qədər neçə addım gedib? 1, 2, 3. Fikir verin. Buradadır. Öz üstə hərəkət edeyim. 1, 2, 3-cüyə. Hər dəfəsində saat əqrəbində 3 addım getdiyinə görə bunun növbəti səfər gəlsə 1, 2, 3. Yəni nə? Sağ tərəfdə künsü olan lazımdır. Sonra 11-ci sual var burada. Qatlanma ilə bağlı olan sualdır. Yəqin ki, bunu böyük əksəriyyətiniz düz yazıb. Müəllim, nə edəcəkdim burada mən? Deyir dostlar, bunun sağ aşmalıydı. Bunu birinci buradan kəsməliydiniz, əziz və dəyərli dostlar. Yəni yuxarı hissəyə aşmaq istəyirsinizsə. Gətirərdim bura. Onda bunun bu hissəsindən kəsim. Bu ürək burada da olacaqdı. Bu dairə burada düşür. Və bu kvadratın bu hissəsi, əziz dostlarım, burada düşür. Bir də bunu sağ tərəfə tamamlamaq lazımdır. Bu gördüyünüz oxlar. Belə çəkirəm. Bu dairə burada. Bu kvadratda, bax bu hissədə. İndi bunu daha sonra tam şəkildə açanda. Bax, dairələr, kvadratlar bir-birini tamamlayır. İki xətt buradadırsa, bu iki xətt gəlib. Burada dayanır. Burada iki dənə ürək buradadırsa, fikir verin. D gedir variantlardan, B gedir, A gedir. Bir dənə nə qalır cəbində? Yazmaq olardımı? Mən düşünürəm ki, 12-ci sualda da bu gördüyünüz fiqur hər dəfəsində 90 dərəcə sağ əqrəbin istiqamətində hərəkət edir. Bir dənə bunu 90 dərəcə fırlat. Bir dənə qara nağa diqqət eləmək lazımdır yerinə. O deyir cəbində. Növbəti 13-cü sual. Keçən imtahanda bununla bağlı bir sual düşmüşdü. Orada da məsələn kişinin bığının, saqqalının olub-olmamasını soruşurdu. Bu misalın da 13-cü suala cavab olaraq nə yazmısınızsa, bunu buradan qeyd edeyim variant olaraq video izləyənlər. Baxaq görək bunu kim düz yazıb. Sonra 14-cü sual var. Bu da sadə bir sual idi deformasiya olaraq. L bir xətt, M 4, K 3, N 2, F 2. Onsuz da bir xətt budur. 4, 3, 2 və 2. L-dir. L gəlir birləşir M-ə. Onsuz da avtomatik M-lə L-lər gedir. Bir də bu üçlünün adı nədir? K. K olan variant da çıx qalsın F-in. Bəs hansı F, hansı N-dir? Bax, onu mən də bilmirəm. Elə məsələ budur ki, o istəyir ki, hansılar ola bilər? Ya F-dir, ya da N. Sonra keçid edirəm dünən açıq suallardan. Biri ilə bağlı sizə məlumat verim. Hal-hazırda gördüyünüz misal responentlərlə bağlıdır. Dünən, yəni bu misal keçirilən yaylaq festivalinə bağlı şərtə diqqət eləməyə bilərsiniz. Yaylaq festivalına gələnlərdən düşündü. Sadəcə olaraq məsələ nə idi? Dövlət İmtahan Mərkəzi bu kimi testləri verəndə mütləq rəngli formada versə daha uyğun olar. Çünki belə deyək ki, orada bozun bu hissəsi ilə bozun biraz fərqli bir hissəsi bir-birindən çox oxşur deyə adam seçə bilmir. Bilirəm, imtahanda əksəriyyətiniz 90% onunla bağlı. Çətinlik çəkmisiniz.
Çünki biri də boz, o birisi bozla, bu birisi boz. Ancaq dəvət edirdilər kimlər ki, yemək bişirmək və xidmət sektoru idisə onları. Bu da 2000 nəfərin və 1000 nəfərin. Adicə fərq-fərq faizini tapıram. 10, 14, 32. Bu məndən ancaq bu ikisini soruşurdu. Dəvət olunanları. Bura məndə qalıb 44. 2000-in 44 faizini tapıb bölürəm 100-ə. Bunun da üzərinə gəlirəm. 1000 nəfər də həmin hissələrdən 39 faizin. 1000 vur 39 böl 100. Bu da bizim üçün bərabər edir. Orası 880'dir. Bu isə 390. Bu da bərabərdir 1270. İndi əziz dostlar, videonu bu hissəyə qədər izlədinizsə, ümidvaram sizin üçün faydalı oldu. Növbəti sualların izahı gələcək sizinlə bərabər. Çalışıram ki, sualları sizlə paylaşım ki, hər biriniz cavablar çıxana qədər əlimdən nə gəlsə edəcəm ki, sizlər də ən azından səhvlərinizi, doğrularınızı görəsiniz. Və imtahanda olan uşaqlar üçün istəyərdim yazım. O bir qeyri-aşkar operatorla bağlı olan o A vurulsun B plus 1 B idi. Kimlərsə onu yazıbsa düz yazıbdı. Sonra biri də 1233 olan rebus. Biri də odur. Cavab olaraq bunu da kim yazıbsa düz yazıbdı. Sonra digər videoda və bir də bu 16-cı sual. İndi bu 16-cı sualı da sizlərə izah 16 və 16-cı timsalında digər rəqəmsalları və verbalları izah edəcəm. Ona görə kanalımıza abunə olun, videomuzu bəyənin. Ümidvaram dostlarınızla da paylaşın. Qoy hər kəs baxsın, faydalansın. Ən azından sizlər də növbəti qəbullarda nə düşə biləcəyindən tanışın. Hər birinizə uğur arzulayıram. İmtahandan keçsəniz də, kəsilsəniz də qətiyyən pis olmayın. Hər tərəfli qazanan sizlərsiniz. İmtahandan keçənlər uğur qazanacaq, keçməyənlərsə təcrübə. Ona görə də özünüzə yaxşı baxın. Allah'a emanet.